Salam əziz izləyicilər. 8 fevral tarixində Dahi Akademiyada keçirilən 9-cu sinif imtahan suallarının fizikadan imtahan suallarının izahına baxırıq. Birinci blokun suallarına baxdıq. Birinci və dördüncü blokun sualları eynidir. Sadəcə sonda situasiyalar və ətraflı yazı tələb edən suallar fərqli olduğu üçün 9-cu sinif suallarının situasiyalarına baxırıq. Voleybolçu 30 metr, topu 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atır. Havanın müqavimət qüvvəsini nəzərə almayın. J bərabərdir 10 metr bölü saniyə kvadratı. 88-ci sual. Topun sürətinin zamanın asılıq qrafikini çəkin. Baxın, top şaquli yuxarı atılır. Bilirik ki, şaquli yuxarı atılmış hərəkət əvvəlcə bərabər yavaşlayan, sonra müəyyən bir zaman müddətdə anda V0 olur, daha sonra isə yeyinləşən hərəkət eləyir. Ona görə V'nin T'dən qrafiki əvvəlcə yavaşlayan, sonra 0 olur, sonra isə yeyinləşən. Sürəti 30 ilə olduğu üçün 30'dur. İndi burada həm T qalxma, burada T qalxma və T uçuş. Biz əvvəlcə T qalxmanı necə tapmalıyıq? T qalxma bərabərdir V0 bölünsün J. Yəni 30'u 10'a bölürük, elədi 2. Burada daha doğrusu 3. Bura 3. T uçuş da 2T qalxma olduğu üçün burada 6 olur. Qrafikimiz bu şəkildə. 89-cu sual. 5-ci saniyənin sonunda topun hərəkət sürətini tapın deyir. Baxaq indi. Biz bilirik ki, yenə 3 saniyədə hələ bu şaquli aşağı atılmış yavaşlayan hərəkət eləyir də, düzdürmü? Ona görə V bərabərdir V0 çıxılsın JT ilə yazırıq. V0 bizdə neçə verib? 30, yəni 6 saniyəni artıq yeyinləşən hərəkət eləyib bu. Deməli, J'si 10'dur, T'sini də tapmışıq. İndi baxaq nə qədər verib özü? 5 verib. 10'dan 10 vurulsun 5. Elədi, 30'dan da 50 çıxırıq, elədi mənfi 20. Mənfi 20 metr bölünsün saniyə sürətlə aşağıya doğru neyniyəcək? Hərəkət eləyəcək. Daha sonra topun maksimal qalxma hündürlüyünü tapırıq. Maksimal qalxma. Onda H maksimal bərabərdir V0'ın kvadratı böl 2J. V0'ın kvadratı nə qədərdir bizdə? 30. 30'un kvadratı bölünsün 2 vurulsun 10. O da eləyəcək 900 bölünsün 20. Cavab 45 metr. Bu da situasiyaların izahı.